Səyan Qalatasaray qəsəbəsindən 1-ci Qarabağ ərli Qazi Dadaşov Süleyman Əldüsunoğludur. Bu mənim ərliyimi təsdiq edən sənəddir. Nazirlər Komitəsinin araşlarında şahidlik ifadələrdir. 3'ü buradadır, 3'ü dilləbəsədir. Adı çoxludur bunun. Oxuyun. Bu erməniləri mən öldürmüşəm. Erməniləri. İçində Neger, neçə də o zabitlərdən bizə qarşı vuruşan, bizə Rus dövləti bizim üstümüzə gəlirdi o vaxtı. Onlardan qırmışam, dağı tək götürmüşəm, qardaşlarımla bir yerdə, yəni ki, qaqalarımla Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Sizə 1-ci Qarabağ şəhidləri, sizə aprel, sizə 44 günlükdə cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Döyüşçülərimizə can sağlığı, qazilərimizə az şəfa versin. Bəli, bu döyüş yoldaşlarımın şahidlik ifadələridir. Bu erməniləri mən öldürmüşəm. Bu ermənilərin Xocalıda qışqırıb o iləri gedmişəm. Ana bacılarımızın qarnını yortan. Bunu yaxın edin, çəkin, oxuyun. O erməniləri mən öldürmüşəm. Yəni, çok erməni. Onlar qırıb tökmüşəm yerə. Qırmışam, tökmüşəm yerə. Parça-parça eləmişəm onları. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Heç kimin nə qədər başım parası olmasa da, o qucağımıza daşıdığımız uşaqlar var, ha, qardaşlarım, hücuma girmişik, parçalarını qucağımıza daşımışıq. O yaddan çıxmaz, bizə qiymət verməməkdə o dərəcədə gərək şərəfsiz olasan ki, bizi kimi oğlanlara qiymət verilməsin. Cənab Prezident, sizə özümü tutub deyirəm, ümidimiz sizədir, sizə inanırıq. Cənab Baş Prokuror, Cənab Baş İstintaq İdarəsi, hüquq mühafizə orqanları, görün nə deyirəm, oturduğum yerdə mənə şər atırlar. Kim zakaz verir, nə var, mənə əsəbləşdirirlər. Baxın, həmən bu işə görə tikişlər açılmıyor. 3 həftədir, bilməm neçə həftədir, bunu eləmişəm, buna görə Səryana skoru təcili yardım mənə çatdırdı xəstəxanaya. Damarlarımı tikirlər, tikməsələr həmən gün qan axmadan öləcəyim. Demək, İsrənlər idi. Bugün ayın neçəsidir? 24'ü idi. 24'ü yok ya. Ayın 4'üncü bu ay, May ayında, May ayı, İsrənləri, ayın 4'ü. Səryan rayonunun baş müstəntiq deyilən Rəsul adda polis işçisi, yanında Orxan adda müstəntiq, 5-6 də polis işçisi ilə evimizə baskın elədilər. Bəli, evimizə baskın elədilər, kimin pəncərədən, kimin qapıdan. Mən heç sad eləməmişəm. Kimsə vurmamışam, kimsə parçalamamışam, kimsə öldürməmişəm, heç sad eləməmişəm. Heç sad. Mənə zakaz veriblər, mənə bu əziyyəti verirlər. Hücum çəkdilər evimə. Mən üsbət edim bunu eləməyə, bax. 2 dənə atdım boğazıma, qolumu qısmı qatladılar, yıxdılar yerə evimin içində. Telefonum anamın əlindeydi, anamın Səryan prokuroruna ərizələri var, bu dəfə. Səviyyəmizə bir gün apar verirdi, dünən apardı verdi, bax. Bu da sonudur.
Bunu da ne bileyim sabahsız olsa da mı özüm yazdım. Cidləyivəm. Boğazıma bir yana attım, əlimi tutup özümü öldürmək istəyirdim. Qatlarlar mənə qol qismi. Cənab Prezident. Telefonum anamdaydı. Telefonda dəlillər vardı, subutlar. Dəlil canlı şahidlər var. Mənə şər atıb əziyyət veriblər. 8 ay aclıq eləmişəm. 6-7 dəfə özümü doğramışam. Ölümdən qaytarıblar. Ki, sən burada olmasın. Amir Hüseyin mənə buraxdı. Birinci qrup Qarabağ əliyəm. 85% yoxdur. Hissəndə heç kimi tanımıram. Ani moment olur. Gəlir, gedir. Onu mənə qarşı eləyirlər beləsinə. Bax, burada, bax, burada. Azı bir metr mənim aralı məsafədə anamın qolun qatladığı Rəsul. Səryanın baş müstəntiri deyilən Rəsul. Telefonumu anam ona verilmək istəmədi, tutdu, qolun qatladı, burdu, əlindən telefonu aldı. Mənə də qatlarlar götürdülər, 6-7 nəfər atdılar maşına. Dalımıza elə gəldilər ki, 2 dəyə maşın küçədə, bir dənə maşın müstəntir Orxanın maşını. Mən orada bildim, orada salır. Fantonun yanında, Qaraçala fantonu var, Kürdən o şey, fanton. Ay, nə məsələdir, ay, baş sözüm sən, yaxşı, bəsdir, bezmişəm əvvizdən. Mən həyat qurub yaşamaq istəmirəm. Apardılar mənə Məşdağıya, ekspertizə, həkimə dedim, həkim, mənə zakaz verirlər, o dəfə sizə anlamlı yazılır, gör mən nə eləmişəm anlamlı. Yəni, mənə şər atıblar, şərlər hamısı subutlar əlimdədir. Əlimdə nə var, nə eləmişəm, hamısını yalan deyirlər. Kameraya kəsib atıblar, özlərinə lazım olan yerləri. Mənə hissəndiyi hallara saxlayıblar, orada mən söyləyirəm o, nə aramız. İndi də bu şər atırlar, məndən əl çəkmirlər. Çünki mən 2 dəqiqə canlı danışmışdım ki, belə bir haqsızlıq olub, Cənab Prezident, sizə və hamıya müraciət edirdim ki, haqsızlıq olub mənə qarşı, mənə əziyyət verirlər bu qədər, mən haçan yaşamağa başlayacağım. Başa siz nə demək istəyirəm, haçan mən yaşamağa başlayacağım. Bu polis məndən nə istəyir? Mən nə ayırmışam, mən pis eləmişəm. Sağlamlığım əlimdən alınıb, 92-də mən dağı subut olunubamsa, orada yazılıb oxuyurum, biləcəksə, oradan insan çox gələcək var. Bir neçə Rus sabiti, bir neçə erməni bir də qara milliyyətini öldürmüşəm teşkilatlarını, yaralanmışam. Ləquşqa mina tapdamışam Qazancılar meşəsində. O tapdıysam patlama, əvqanında patlayır. 60 saatdan hündür cət samalında, əks alır, topudan üzə atır. Uşaqlara xəbər eləmişəm. Mənə qarşı eləyirlər, özümə elətdirirlər. Özümə elətdirirlər. Mən erməniyə qarşı vuruşanda, hoppimci cavan şalayırdım, nəzəm. Mən döyüşürəm, mən vətən, ana bacı deyib qabağa girmişəm. Döyüşmüşəm, yaralanmışam, şişəsi olmuşam, deyəm mən. Beynimin ortası dəli idi. Mina üstündən tullananda sayı topason beynimin ortasını götürdü. Sadəcə olaraq uşaqlar yürüdü, bağladı elədi. Nasırqa qətləri qoşmaya getmədim, demə hücuma da oldu. Sonradan fəsadları oldu, çirkəyə də oradan çıxdı, nə vardı, belə şeylər oldu. Səryanın baş müstəntiri deyilən Rəsul Attaşər, polisçisi. Mərsin ayıqları Orxan adlı müstəntir. 6-7 nəfər polislə dünən evimizə baskın edildilər. Mənə boğazımı kəsirdilər özümə. Cəld sıçrayıb edə bilmədim, qol qısmı qatladılar. Ancaq artdım beləsinə, özümü doğrayıb öldürmək istəyirdim, mənim qol qısmı qatladılar. Qatlalı evimin səbəbi, anamı da burada vururlar. Rəsul, baş müstəndir deyilən Rəsullar anamı burada vurur. Anam telefonumu vermək istəmir ona. Vurdu qolun əlin, telefonu aldı əlindən. Mənə də qatladılar, qol qıs edib, atdılar maşına, apardılar Məşdağıya. Hüquq mühafizə orqanları, qanun
Azərbaycanda mən, yəni mən hər inanıram. Biz inanla yaşayırıq. İnanırıq ki, harasa haqqı görəcək, ədaləti görəcək. Məşləqədə ekspertiza, psixolog, yaşlı həkim ifadə oxuyur. Mən də heç vaxt görməmişəm, oxumamışam. İfadə oxuyur. Belə şey eləmişsən, kabinetdə oturmuşsan, orada üzbəüz filan kəssən, filan kəs sovetinəsən, verirsən. Dedim, elə şey olmuyor. Yalan deyirlər. Yalan yazılıb olar. Elə şey zad olub verəməyib. Hər şey kameranın qarşısında olub. 3 manat pulum olub. O da şeylər, Vətən Kafenin yəyəsi Ərasunatda qardaş mənə demişəm 3 manat mənə pul vergən, borc eləməyim, ismim gətirib səhv O gətirib apardım, pulunu verdim də. 2 bakal piv içmişdim. Həmin kənd soveti Yaşarda üzbəüz kabineti gəlib məndən sonra götürüb baxarsa, araq içirlər orada. Mən bilmirəm orada kim var, kim yoxdur. Mən oturmuşam tək, kabinetdir, otaqdır bir də. Təkəm. 2 bakal içdim, dedim 3-cü bakalı içim. 3 manat cəmisi pulum var, çıxım gedim. 3-cü bakalı gətirdim, durdum getdim Əğər yoluna, üzrü bürün. Əğər yoluna getdim. Əğər yoluna gedəndə sola dönürsən getsən, bir yana da çölə çıxmaq sağda. Çöl tərəfdən, sağ tərəfdən həmin kənd soveti Yaşara çıxdı. Uşaqlar da dedim, mənə yadıma sallar, danışır, hamı bilir bu söhbəti. Mənə biraz mehribansız var, boynumuz adım qızardı. Hardaydı, onu haçanı görkəmirdi, nə vardı, belə belə zarafat saydı, söyüşlə bağlıdır. Deməli, kənd soveti adamsan, yəni ki, eləməyən ki, mənə söhbət. Sənə o açmamışam o söhbəti, bir şeylər oldu. Biraz o da eskiliyim, mən də bir 2 bakal piv içmişəm də. Biraz hissəndim orada. Belə olan şey danışmayan şərəfsiz olur. Ancaq hissənmişəm. Girdim, oturdum kabinetdə. O həmin axırıncı 3-cü bakal pivə içirəm. Pulu zadı vermişəm. 3 manat pulum var idi. Biləm ki, səs-küy gəlir çöldə. Otaq, kabinetdən də ki, pəncərədən baxırsan, çöl görkənir. Gördüm, təhqiqatçı Akif müəllim, yanında polisiyanın oradadır. Tanıyıram, biraz hörmətim var. Dedim, çıxım görüşüm edim. Həm də ki, yığışdırdım, dedim, gedirəm də, da görüm. Çıxdım çölə. Budur, beləsə, qatdım maşına mı, beləsə, mənə atıblar maşına, apardılar, Səyyan polislə. 4 gün mənə orada saxladılar. Ayrıcılıq ərizəsi verdim. Başımı patladırmaq istəyirdim. 3-cü gün, 4-cü gün keçəndə dedim ki, gözümü barmağımla çıxarıb atacağım koridora. Yəni ki, mən niyə buradayım, mənim başım çıxmır. Nə məsələdir? Gəldilər mənə, bunlara qol çəkdim. Mən onları tanımam, bilməm nədir. Mənə məcbur qol çəkdirlər. Uşaq saat gəldi kameradan. Dedim ki, mən özüm oxuya bilmirəm, qoy oxusun, mənə başa salsın, kimsə. Suskaya orada uşaq salmışlar, Səryan onu, o çıxdı, oxudu, əmi budur. Dedim, bu sənin vəkilindir, dedim, mən müstəntiyi vəkilimə deyirəm ki, mən nə armışam ki? Mən nə eləmişəm? Məcbur, məsələn, baxdım da ev yoxdur, yaxşı. Mənim müstəqimdə ev yox, yaxşı. Qol çəkdim ki, çıxım gəlim evə işə, pişiklərim acından ölür, itisaqlayım, itim acından ölür. Məsələn, evə gəlməyə darıxıram, bunlar nəsə əl tutum, pişik saxlayıram, pişiklərim danışa da bilir. Onlar mənim psixodarmanlarımdır. O şeylərə mənə qol çəkdirdilər, məcbur qol çəkdirdilər, mən ona qol çəkmək istəmirdim. Gəldim evə. Bir neçə gün keçdi, neçə gün haçından bilmirəm, dəqiq yadımda deyil, vaxtdan neçə gün keçdi. Evimə baskın edildilər. Yox, bu ermənilər Azərbaycana qarşı fevral ayıydı, baskın, soyduğum günü.
Mənə çağırmışlar, mən oraya getmədim. Soyduğum gün idi, həmin başımda. Həmin gün burada olmalısın. Hansı fevral idi? Fevral hansı gün idi? 26 il bilmən edisə, soyduğum gün idi. Həmin başımda burada olmasın, mən getmədim. Bir neçə gün keçdi, gördüm, evimə baskın edilər. Baskın edilər. Qol qismi qatdılar, apardılar mənə oraya. 3 dəqiq kağıza mən məcbur. Burada anama dedilər ki, namusumuza and olsun. Bir qeyrət olarıq, uğraş olarıq. Sadəcə bu 1-200 saat gələcək evə ayıbdır, yaxşıdır. Rəis çağırıb, rəisin qəbuluna getmir. Mənə götürülər, apardılar polisə. Heç bir rəis mənə qəbul eləmədi. Həmin o baş müstəntiqdən rəsulun qəbuluna apardılar. Başıma toplandı bir neçə polis saat. Kapitan, mayor, nəm, serjant, çalam. 3 dəqiq kağız mənə göstərdilər. Kağızlar göstərdi, mən qol çəkməyəcəm olar. Mən bilməm olar nədir. Nəyəsə mən məcbur qol çəkdirməsilər. Belə qatda keçmiş bizim kəndin uçaskosu var. Yəqin mənə iş, əziyyət verəndən sonra onun bəzbəsini qaldırdılar. İndi o əməliyyatçıdır. Əvvəl kəndimizin uçaskosu idi. Mənə gəldi, and işi söz ki, yalan tələsirik hərbidir. Sən bunu oxumaq, ora-bura belə bir şeylər dedilər mənə. Gönə deyirəm, bu sənin WhatsApp'ın deyil. Bunu atdım bax sənə. Bunları atdım, bax 3 dəqiq kağız var, bunları atdım sənə. Gedib evdə oxuyarsan, bax səni buraxılır, gelsən evdə oxuyarsan. Xahiş edirik, valla namusumuz belə olsun, qeyrətimiz olsun. Baş müstəntiqdir orada, namus, qeyrət qalmır, hamısını söylüyor. Baxdım belə boyda adamlar belə necə danışırlar. Nə deyib, 3 dəqiq kağız deyib. Belə qısa yazılmış kağızlar idi 3 dəqiq. Nə oxudular, nə oxuturdular, nə də mənə oxumağa qoymadılar. Demək, yaxşı gətirdim. Atdılar bacı. Qol çəkdim, evə gəldim. Telefon olardıydı. Aldım, gəldim evə, evdə açdım, Wi-Fi qurdum, ora-bura. Telefonu açdım, WhatsApp'a girdim. Gördüm, atıb siliblər. Alladılar mənə. Başım çöndü, cənab prezident. Bunu elədim. Xitlərimi üzdüm.